təbii gəncləşmə. Azərbaycanda ilk phase building üzrə təlimçi və təbii gəncləşmə üzrə ekspertəm. İstərdim ilk olaraq tanış olaq. Ümumiyyətlə, təbii gəncləşmə üsulu nədir və necə işləyir? Həqiqətən də təsirlidirmi, effektivdirmi? Bu haqda danışacağıq bugünkü seminarımızda. Və dünyada artıq bu proses gedir. Yəni, insanlar artıq bilirlər ki, iki üsul var. Biri qeyri-təbii üsul, biri də təbii üsul. Qeyri-təbii üsul bildiyimiz kimi əməliyyatlardır, botoksdur və digər prosedurlardır. Təbii üsul isə üz gimnastikası, üz idmanı və dünya artıq bu üsulları mənimsəyib. Kim istəyir, məsələ, təbii üsula müraciət edir, kim istəyir qeyri-təbii üsullara müraciət edir. Bizdə də hələ ki, bu etapı keçməmişik. Çünki hələ professional səviyyədə Azərbaycana bu sahə gəlməyib. İlk elə mənəm və bir qədər də mənim üçün çətindir. Çünki insanlar artıq öyrəşiblər. Bir dənə bura iynə vurdum, həmən qırış açıldı. Amma bunu məşq elətdirib, məsələn 2 ay, 1 ay, 3 ay, bu biraz biz tənbəllik edirik də. Yəni, asan odur ki, tez açarıq, amma biraz uzun müddət bizə vaxt, tez deyirik ki, bizə vaxtımız yoxdur, çatdıra bilmirik filan. Təbii gəncləşmə üsulu nədir? Təbii gəncləşmə üsulu 5 əsas qanun üzərində qurulub. Birincisi, sağlam qida. İkincisi, idman. Üçüncüsü, yuxu. Dördüncüsü, üz idmanı. Beşincisi və ən vacib olanı, çoxumuz önəmsəmədiyimiz stressdən uzaq olmaq. Stressdən uzaq olmaq təbii ki, mümkün olan bir şey deyil, amma indi bunun psixoloji tərəfləri də var. Psixoloqlar daha yaxşı bilirlər ki, biz o stresi necə öz daxilimizə qəbul eləməyək, necə uzaq tutaq. Amma rəsmən bildiyimiz bir məqam var ki, stres hüceyrələrə qədər orqanizmi çökdürür. Biz bugün təbii gəncləşmənin 2 əsas etapı haqqında danışacağıq. Birincisi, qida. Sağlam qida. Yəni, təbii ki, mən bugün dietoloq kimi və yaxud nutrisioloq kimi çıxış etməyəcəm. Mən bugün üzümüzə nə lazımdırsa ki, üzümüz daha parlaq, daha yaxşı, uzun müddət düşməsin, rəngimiz boğulmasın, nə lazım olacaq ki, biz nə qida, hansı qidaları, qida əlavələrini, vitaminləri qəbul etməliyik ki, bizim üzümüz daha parlaq olsun və eyni zamanda da üz idmanı. Ümumiyyətlə, qocalma prosesi 2 formada gedir. Birincisi, endogen, ikincisi eksogen. Endogen daxildən gedən prosesdir. Məsələn, xəstəliklər olur, hər hansısa bir, deyək ki, endokrinoloji xəstəliklər olur, digər xəstəliklər olur. Yavaş-yavaş hüceyrələrə qədər başlayır qocalma prosesi getməyə. Eksogen isə xarici, yəni faktordan bizə təsir edəcək. Ən çox da gün fotoqocalma deyirik ona, gün şüasının təsiri və ya digər xarici faktorların təsiri. Qocalma prosesi sümüklərdən başlayır. İnsan, burada indi hal-hazırda göstərə bilərik, belə deyək. Sümükləri göstərsək əgər, baxın, mən burada bütün üz sümükləri haqqında danışmayacağım. Əsas hansı proses bizim üzümüzün sallanmasına təsir edir, o haqda danışacağıq. Məsələn, kəllə sümüyündə gedən proses, gedən deformasiya üzdə dərinin artmasına səbəb olur. Və biz gedirik, kəstiririk. Bir də görürük, dəri artıb, tökülüb, sallanıb. Axı, bu nədən irəli gedir? Təm getdik, kəstirdik, dartdırdıq. 1-2 ildən sonra yenə də eyni şey. Bəzən çox böyük fəsadlar verir, riskə atırlar xanımlar özlərini. Son vaxtlarda bilirsiniz ki, plastik əməliyyatlardan nə qədər ağır fəsadlar meydana çıxır. Və nə ediriksə edək, sümüklərdə dəyişiklik gedirsə, mütləq və mütləq proses gedəcək. Yəni, davamlı şəkildə əməliyyat olmalıdır, davamlı şəkildə biz bunu gözləməliyik. Onun da sonu hara gedəcək, necə olacaq, artıq o bəlli deyil. Sümüklərdə necə gedir? Getdikcə kəllə sümüyü quruyur. Bu, yəni, yaşa dolduqca olur. Hətta bəzi alimlər bunu, belə deyim, o təravətli, sulu üzümün getdikcə kişmişə dönməsi ilə bilə müqayisə edirlər. Yəni, İnsan kəllə sümüyü ümumiyyətlə getdikcə kiçilir, quruyur və dəri sallanır. Necə baş verir? Baxın, göz ətrafı, başlayaq elə bundan, sümük. Göz ətrafı sümük getdikcə genişlənir. Yəni, kövrəlir, genişlənir, sıxılır. Yanaq sümüyü getdikcə süzülür aşağı. Bir çənə sümüyü tərpəndiyinə görə, məsələn, burada çeynəmə əzələsi var, indi əzələdən danışacağıq.
o həmin əzələnin də spazması, yəni bu sümüklərin daha da deformasiyasına səbəb olur. Və gördüyünüz kimi bu burun ətrafında olan sümükdür. Əslində bax burada sümük yoxdur da, bilirik ki, giğirdəkdir. Sümük burun ətrafındadır. Həmin bu burun ətrafında olan sümük getdikcə genişlənir, bir-birindən aralanır, yəni kövrəlir və burun başlayır böyüməyə. Bu deformasiya getdikdən sonra hansı görünüş yaranır? Hansı görünüş yaranır? Dediyim kimi göz ətrafı sümüklər getdikcə kövrəlir, yanaq süzülür, bril dediyimiz dəri sallanması əmələ gəlir, üz xətti pozulur, üzdə dəri artır. Burun nahiyəsinin genişləndiyinə görə burun böyüyür. Yaşlı insanlarda yəqin fikir vermişsiniz ki, burun böyüyür. Çənə qabağa gedir, yəqin fikir vermişsiniz. Bunlar hamısı sümüklərdə gedən deformasiya ilə əlaqəlidir. Bəs buna təsir etmək mümkündürmü ümumiyyətlə? Olarmı? Bir dənə də sevindirici xəbər var ki, mümkündür əslində. Bəzi alimlər müqayisəli şəkildə belə bir fikir səsləndirirlər ki, sümüklərdə hərəkət var, sümüklər də çalışır. Bəziləri deyir, yox, sümüklər hərəkətsizdir. Yəni bu mübahisəli bir fikirdir. Amma sümüklər hətta hərəkətsiz olsa belə, hərəkətli olsa belə, sümükləri möhkəmləndirən faktorlar var. Nə faktorlardır? Bədən sümüyü ilə üz sümükləri eynidir, yəni fərqi yoxdur. Əzələlərin də əzələ haqqında danışacağam, o başqa mövzudur, amma bədən sümükləri, üz sümükləri eynidir. Və bədən üz sümüklərində, ümumiyyətlə sümükdə sümüyü bərpa edən sümük toxumalarını bərpa edən və məhv edən iki hüceyrə var. Osteoblast və osteoklastlar. Osteoblast xüsusilə 40 yaşından sonra, xüsusilə menopauza dönəmində qadınlarda osteoklastların bərpası aktivləşir. Osteoklast nədir? Sümük toxumalarını yeyən hüceyrələr. Sümük toxumalarını hüceyrələr yeyir və sümüklər kövrəlir. Dediyimiz bu deformasiya daha da sürətlənir. Bir də var osteoblastlar. Osteoblastlar sümük toxumalarını bərpa edən hüceyrələr. Və alimlər sübut ediblər ki, osteoblastlar istər bədən, istər üz sümüklərinə güc tətbiq edəndə bərpa olunurlar. Yəni, müəyyən masaj texnikaları, müəyyən gimnastik çalışmalar və üz sümüklərinə, vücud sümüklərinə fiziki təsir osteoblastların bərpasını aktivləşdirir və sümük möhkəmlənir. Sümük möhkəmlənir və praktiki olaraq qocalma prosesini biz ləngidirik. Əgər təbii gəncləşmənin 5 əsas punktuna biz düzgün şəkildə riayət etsək, 80 yaşında da dəri sallanması olmadan, qırış olmadan və özümüzü yaşımıza görə, demirəm ki 15 yaşda görünə bilərik, yox. Yaşımıza görə daha şux, daha sağlam, yəni o komplekslər olmaz. Məsələn, üz boşalır, sallanır, bunlar olmaz. Əgər biz doğrudan da 5 qaydaya da riayət etsək. Bu sümüklərlə bağlı olan qısa bir məlumat. Əslində sümüklərdən mən bugün çox danışa bilərəm, amma əsas vacib olan informasiyalar budur. Keçək əzələlərə, üz əzələləri necə olur ki, üz əzələləri bizdə hansı formadadır? Mən yenə də üz əzələlərində danışarkən həddindən artıq geniş informasiya verməyə vaxtımız sadəcə məhduddur. Əsas əzələlər haqqında danışacağıq. Gördüyünüz kimi alın əzələləri, iki böyük alın əzələsi, göz ətrafı əzələ, yanaq əzələləri, ağız ətrafı əzələ, ağız ətrafını yuxarı qaldıran əzələ, ağız ətrafını aşağı salan əzələ. Bütün bunlar zamanla bəzi əzələlər spazmaya uğrayır, bəzi insanlarda bəzi əzələlər isə boşalır. Məsələn, üzün ümumi formasına təsir edən çeynəmə əzələsi. Bu çeynəmə əzələsi ən böyük faktordur. Vücud əzələləri, bədən əzələləri, üz əzələlərindən nə ilə fərqlənir? Üz əzələləri bir tərəfdən dəriyə bitişir, digər tərəfdən isə sümüyə bitişir. Vücud əzələləri isə hər iki tərəfdən sümüyə bitişir. Ona görə də bədən əzələlərini çalışdırmaq olur, məsələn, məşq elətdirmək olur, şişirtmək olur, amma üz əzələlərində biraz ehtiyat edirlər. İndi belə bir sual çıxır ki, məsələn, çeynəmə əzələsi hər iki tərəfdən sümüyə bitişib. Bunu niyə çalışdıra bilmərik ki? Çünki çeynəmə əzələsi qısadır, bu üzdür. Ona görə bunu həddindən artıq məşq etmək olur. Məsələn, mən hal-hazırda danışıram, bu dəqiqə çeynəmə əzələ məşq edir. Yemək yeyəndə çeynəmə əzələsi məşq edir. Ona görə də 90%, deyərdim ki, hətta 100% qadınların çeynəmə əzələsi, insanların çeynəmə əzələsi spazmadadır. Çünki danışırıq, yeyirik, çeynəmə əzələsi də adı üstündə çeynəmə əzələsi. Spazmada olduğuna görə nə baş verir?
Burada qısalır bu əzələ. Qısaldığına görə baxın çənə qalxır yuxarı, yanaq sümüyü də düşür aşağı. Buradan da ağız ətrafı əzələsi spazmaya uğrayanda burada bril yaranır. Bril bilirik də dəri sallanması. O yaranır. Yəni bu da sıxılır, bu da sıxılır, hər iki tərəf sıxılır, burada dəri sallanması əmələ gəlir. Və biz kursumuzda mütləq birinci növbədə spazma, bu əzələ spazmalarını aradan götürürük. Bu çox vacib olan bir məsələdir. Keçdik, çox xanımların deyir, ay 40 yaşından sonra, 30 yaşından sonra yanağım düşdü, yanaq düşdü, üz boşaldı. Bura niyə boşaldı? Artıq 30 yaşından sonra bura boşalmağa başlayır. Məsələn, çox adamlarda bura boş, yəni üst sallanır, boşalır. Bir də xanımlar bir şeyi də kənara çıxım, necə deyirlər, haşiyədən kənara çıxım. Örtülü xanımlarda bu problem biraz fərqlidir. Məsələn, açıq geyinən xanımlarda, məsələn, baxın, bunu bağlayanda istər-istəməz digərlərinə baxanda üz o qədər də boşalmır. Çünki üzün boşalmasının bir neçə səbəbləri var. Birincisi dediyim kimi, bu yanaq əzələlərinin boşalması, İkincisi, yanaqda olan dəri altı piyin aşağı düşməsi, dəri altı piyi aşağı süzülür və yanaq boşalır. Biz məsələn, kursda nə edirik? Biz bunu məşq elətdiririk. Bunu isə gərginlikdən azad edirik. Bunu məşq elətdirsək, üzümüz bərbad vəziyyətə düşər. Çünki zaten bu hər gün bərbad vəziyyətdədir zaten. Ondan keçdik ağız ətrafı əzələyə. Zaman keçdikcə dodağımız nazikləşir. Çox xanımlar mənə deyirlər, Afaxan, mənim dodağım cavanlıqda elə qəşəng idi ki, amma indi niyə belə nazikdir, qırışdır üstü də, nədən irəli gəlir? Burada ağız ətrafı əzələsi var. Əslində bizim dodağımız buradan başlamır. Düz buradan başlayır, bu hissədən başlayır. Və çünki bu əzələ, dodaq əzələsi, ağız ətrafı əzələ buradadır və o getdikcə sıxılır. Sıxıldığına görə də orada qırışlar əmələ gəlir. Kisiyetni marşinki deyirlər də, yəni xırda qırışlar əmələ gəlir. Bəli. Əslində məndə əvvəllər xırdaydı, indi isə daha böyük olur. Dodağınız böyük olur. Siz ola bilər ki, çoxlu vitaminlər, gialuron filan. Bəli. İndi mən səbəbə gəlirəm də. Səbəb sadəcə ağız ətrafı əzələsinin şeyi deyil ki, yəni sadəcə ağız ətrafı əzələsinin spazması deyil. Eyni zamanda səbəb hialuron turşusunun azalması, kollagenin azalması, bunlar hamısı təsir edici faktorlardır. Və eyni zamanda da biz bugün əzələdən danışırıq. İndi biz ondan da danışacağıq. Mütləq ondan da danışacağıq. Çünki bu bir-biri ilə bağlıdır. Məsələn, bəzi xanımlar deyir, mən gimnastik çalışmalar edirəm, məndə nəticə olmur. Birincisi düz eləmirsən, yəni uyğun bir şəkildə eləmirsən. İkincisi isə nəticə olmaq üçün kompleks olmalıdır. İndi o kompleksdən biz danışacağıq. Ağız ətrafı əzələndə gərginlikdən azad eləmək lazımdır ki, ağız üstündə qırışlar olmasın. Kissetni marşinki deyirlər ruslar ona, olmasın xırda qırışlar. Bundan başqa göz ətrafı əzələ. Bəli, bura çox təhlükəli bir yerdir. Göz altında şiş, sallanma, dəri sallanması, bütün bunlar boşalmalar, yırtıq deyirik. Sonra bir də görürsünüz belə qadınlarda üzə xətt düşüb. Yorğunluqdan da olur, xətt düşüb üzə. Nədən əmələ gəlir? Göz ətrafı əzələsinin, göz ətrafında qırışlar, daha çox qırış, xırda qırışlar, güləndə qaz ayağı qırışlar, hamısı bu əzələnin spazmasından irəli gəlir. Biz nə edirik? Bu əzələnin funksiyası nədir? Bu əzələnin funksiyası maye sirkulyasiya funksiyasına malikdir, göz ətrafı əzələ. Biz nə edirik? Biz baxırıq ki, gözümün altında qırış var, neyniyim? Bura bir, nə bilim, gialurondur, bir nəsə eləyim də, bura ki, botoksdur, nədir? Bir nəsə eləyim ki, bu burada açılsın. Və biz onu bir dəfə eləyirik, 2 dəfə eləyirik. Mənim hətta bir müəllimlər, mən Rusiyada, Moskvada təhsil almışam bu sahə üzrə. Azərbaycanda yoxdur professional səviyyədə bu sahə. Mənim Rusiyada müəllimlərim deyir ki, bunu eləyən adam, göz ətrafına nəsə iynə falan belə eləyən adam mütləq plastik cərrahla müqavilə bağlamalıdır. Çünki maye sirkulyasiya etmə funksiyasını itirir. Bura hər hansısa bir müdaxilə edəndə. Hansısa bir iynə vurduq bura, maye sirkulyasiya olmur. Yəni, mənim hətta çox yaxın bir tanışım var, gözündə çox belə şiş vardı, qırış vardı, getdi, iynə vurdu, düzdür, müəyyən formada açıldı, amma
gözün altı şişdi. Üzdə bütün şiş oldu. Niyə? Çünki o istər-istəməz maye yığılır və bu da öz funksiyasını itirdiyinə görə nə olur? Vurur, şiş əmələ gətirir. Üzdə şiş əmələ gətirir. Bir haşiyə də çıxım. Bəzi insanlar düşünürlər ki, hə mən bu gün botoksdur, əməliyyatdır, bunlara qarşı böyük bir propagandam var. Xeyr. Bütün qadınlar gözəldir. Bayaq söhbət əsnasında bunu dedim. Bütün xanımlar gözəldir və hər bir qadın gözəl olmaq istəyir. Və bu gün botoksa da önəm verən, əməliyyata da önəm verən, təbii gençləşməyə də önəm verən hamıya hörmətlə yanaşıram. Amma istəyərdim ki, xaricdə, Rusiya digər ölkələr daha çox inkişaf edib. 20 il bizdən qabaqdadılar. Onlar artıq bunu geridə qoyublar. O aşırı plastik cərrah, aşırı botoks, onlar geridə qoyublar. Amma biz hələ onların 20 il bundan öncə olan vaxtındayıq. Bizdə də olsaydı, yəni. Məsələ, fitness ha vaxt gəldi bizim dövrə, bizim ölkəyə, ha vaxt gəldi fitness, məsələn, fitness təlimçiləri. Çox yeni bir, son illər gəlib də və yaxud dietologiya, nutrisiologiya hələ də Azərbaycanda inkişaf eləməyib. Çox təəssüflənirəm. Nutrisiologiya bizə çox vacibdir. Yəni yoxdur Azərbaycanda, çox azdır. Mən istərdim ki, yəni olsun bizdə. Eyni zamanda təbii gençləşmə də çox azdır. Və istərdim bu dünyada olan balans Azərbaycanda da olsun. Yəni tək gətirdiyim üçün bunu Azərbaycana mənə doğrudan çətindir. Ona görə də izah etməyə çalışıram ki, elmi tərəflərlə izah edirəm ki, insanlara daha aydın olsun. Dediyim kimi, bu göz ətrafı əzələsinə biz iynə vurduq, buradakı sirkulyasiyanı pozduq və şiş verdi. Nə etmək lazımdır? Müəyyən texnikalardan, masaj texnikalarından eyni zamanda da məşq. Göz ətrafı əzələsi üçün xüsusi məşqlər var, gimnastik məşqlər var ki, o hətta bəzi insanlar yırtıq düşünür, amma o yırtıq da deyil. Bəzilərində yırtıq olur, əməliyyat ayrı, çox ağır yırtıq olur, o əməliyyata getməlidir. Başqa da bir də var, insan elə bilir yırtıqdır, amma yırtıq deyil. Sadəcə maye sirkulyasiyası pozulub, gözaltı şişib. O yırtıq deyil. Onu götürmək olur məsələn zamanla, gimnastik çalışmalarla və texnikalarla. Keçdik, baxın bu hissədə görürsünüz 3 bucaqlı əzələ var. Bu əzələ də nədir? Həddindən artıq mimik qırışlar var ki bizdə. Qaşımız belə qaşlı, qabaqlı xanımlar var. Baxırsan görürsən çox gözəl insandır xasiyyətdən, amma qaşlı bax belə qabaqlıdır bütün günü belə. Bütün günü belə gəzir və qaşının ortasında dərin bir iz var. Dərin bir iz var. Hətta çölə çıxanda görürsünüz ki belə gəzir. Amma deyirsən, bu nə gözəl insan. Bu doğrudan gözəldir, amma niyə bunun qaşlı? Bu niyə belə qaşlı qabaqlıdır? Niyə qaşlı qabaqlıdır? Çünki əzələlər spazmadadır. Spazmada olan əzələlərdə olan insanın üzü spazmada olan əzələlərdəsə o qaşlı qabaqlı olacaq və ortada dərin qırış olacaq. Yəni necə? Spazm olmasın, gülə-gülə getmək lazımdır. Onu mütləq və mütləq həftədə 3 dəfə üz idmanı ilə məşğul olmaq lazımdır. Özünüz məsələ səhər durdunuz 15 dəqiqə müəyyən texnikalar var ki, onları edirsiniz. Onunla da yəni ki yavaş-yavaş o aradan gedir, çıxır. Yəni ki görürsünüz ki uje yoxdur. Bu qırışı aradan qaldırmaq çox çətindir. Çünki bu əzələnin spazması çox gec aradan qalxır. Ona görə də bunu çox işlətmək lazımdır. Alın əzələləri. Bizə elə gəlir ki, alın əzələləri elə burada bitir. Elə deyil. Alın əzələləri burada gedir, düz ənsə hissəsində bitir. Yəni biz qaşınızı qaldıranda görəcəksiniz ki, burada tərpənir. Bu hissə, arxa hissə əslində alın əzələni birləşdirən arxa hissə birləşdirib. Yəni bunu da birləşdirən aponevroz. Bax o nazik gördüyünüz nazik başımızın ortasında nazik bir plyonka kimi aponevroz deyirlər buna. Alında horizontal qırışlar nəyə görə yaranır? Çox insan bunu bilmir. Qamət əyilir. Qamət əyilir. Qamət əyiləndə alın əzələləri, arxa alın əzələləri var da, bu ənsə hissəsində. Həmin əzələni sıxır. O əzələ də bu iki alın əzələsini sıxır və burada qırış əmələ gəlir. Burada artıq dərindən işləmək lazımdır. Qaməti düzəltmək lazımdır, mütləq. Qaməti və arxa boyun əzələlərini gərginlikdən azad etmək lazımdır. Eyni zamanda da alın əzələlərini gərginlikdən azad etmək lazımdır. Mən düşünürəm ki, əzələlər haqqında buruna gəlincə çox insanların zəif yeri burun. Bəzi insanlar düşünürlər ki, onların burnu böyükdür. Amma müəyyən çalışmalar, texnikalar keçəndən sonra burun öz-özünə balacalaşır. Fikirləşirlər ki, necə oldu ki, bu burun necə olur balacalaşır? Necə olur?
boyun əzələləri spazmada, sinə əzələləri spazmada. İndi o haqqda biz danışmırıq, o başqa bir şeydir. Arxa boyun əzələləri spazmada, üz əzələləri spazmada. Mayenin gedəcək yeri yoxdur. Maye ya göz altına gedir, ya dodaq burun nahiyəsinə gedir, ya da burun şiş olur onda. Və biz o klapanlar var ya, belə nə deyirlər, şlanq kimi də, yəni. Siz şlanqın yuxarısını da aşağısını sıxsanız nə olacaq? Maye ortada yığılacaq. Bizim boyun əzələlərimiz, sinə əzələlərimiz, üz əzələlərimiz, o gedən yol bağlıdır. Bağlı olduğuna görə də maye bax bu üzə gedir. Salam əleykum. Üzə getdiyinə görə də burun şişir. Məhz ona görə də müəyyən texnikalardan sonra bir də görürsünüz ki, burun şişi getdi. Yəni mənim burnum balacalaşıb, balacalaşmayıb. Heç o böyük də deyildi. Sadəcə orada su yığılırdı. Bütün hər yer sıxılıb, su hara getsin? Ya bura, ya bura, bura eyni zamanda. Burun ətrafında olan əzələlər var, xırda əzələlər. Onlar qısaldıqca burun ucu uzanır. Yaşa dolduqca baş verir bunlar. Yavaş-yavaş 45 yaşından sonra, 50 yaşından sonra bu əzələ belə sıxılır, burun sallanır. Burun bu hissəsi sallanır. Həmin əzələni də müəyyən texnikalarla uzatmaq lazımdır. Hətta burun ucunda qıyırdək olduğunu, qıyırdək deyirlər də, olduğuna görə də onu da məsələn hərəkətləndirmək olar. Orada möhkəm bir sümük yoxdur. Yəni onu da bizə məsələn texnika var ki, bu şəkildə burnu sıxırsam, bunu qaldırırsam, onu da yəni düzəltmək olur. Əllə onu da bir formaya salmaq olur. Bu da belə düşünürəm ki, mən bugün sümüklərlə və əzələlər haqqında kifayət qədər məlumat verdim. Təbii ki, sümüklərdir, əzələlərdir və bir çox problemlər var. Məsələn, qamətin əyilməsi, boyun əzələlərinin sıxlığı, sinə əzələ, o haqqda biz bugün danışmadıq. Biz ancaq elə üzdən danışdıq. Onlar daha çox təsir edir. Yəni, onları biz aradan götürməsək, vücudumuzda ayağımızın altında olan bir, təsəvvür edin, əzələ düz gəlir, burada bitişir, burada bitir. Təsəvvür edin ki, o əzələnin spazması belə üzümüzdə müəyyən qırışların yaranmasına səbəb ola bilir. Yəni, o dərəcədə orqanizmimiz bir-biri ilə bağlıdır. Və biz ora nə qədər inyeksiya etsək, botoks etsək, nə ediriksə etsək, yenə də problem olduğu kimi qalır. Yəni, biz problemin səbəbinə təsir etmədik. Sadəcə problemə təsir edirik. Vəssalam. Bu birinci bir səbəbdir. İkinci təbii yetişmə üsulunun ikinci qanunu qida. Sümüklərin möhkəmliyini, bəli, biz öz əllərimizlə gimnastik çalışmalarla edə bilərik. Məsələn, insan var, bütün gün idmanla məşğuldur, sağlam qidalanır, amma görürsünüz ki, üzün rəngi boğulub, gözünün altı çöküb. Soruşursan ki, bəs nə olub, nə? Vitaminlər, yəni bizim orqanizmimizi, sümükləri, əzələləri tikən, belə deyim də, stроительный materialı deyirlər də ona. Vitaminlər var, yəni təməl möhkəm olmalıdır. Məsələn, deyək ki, vitamin D və kalsium burada olmalıdır. Xanım, qoyun. Budur. Aha, baxın. Kalsium, maqnezium, vitamin D. Qadın sağlamlığına, qadın gözəlliyinə, gəncliyinə çox vacib olan vitaminlərdir bunlar. Yəni bizim üzümüzü, bizim ümumiyyətlə burada. Aha, K. Onu indi o haqqda danışacağım. Əsas indi bu yavaş-yavaş ona gəlirəm, o K2 ilə bağlı. Yəni kalsium, maqnezium, sink, vitamin D bunlar ümumiyyətlə bizim stроительный material deyirlər bunlar. Tikinti materialıdır bunlar. Bizim sağlamlığımızı, bizim üzümüzün rənginin, vücudumuzun, sümüklərinin möhkəmlənməsi çox vacib olan vitamin elementləridir. Bunlar mütləq qəbul olunmalıdır. Kərpic. Ay sağ ol, kərpic. Vitamin, aha, K2. Bu vitamin, biz öyrəşmişik ki, kalsiumdan bir yerdə olsun da, yəni vitamin D. Əslində isə K2 çox vacib, birbaşa sümüklərə gedir. Yəni bu ən vacib olan vitaminlərdir ki, bunlar qəbul olunmalıdır. Və mənim ən çox sevdiyim kollagen. Düzdür, mən heç vaxt kollagen qəbul etməmişəm, xanıma da dedim. Çünki ən gözəl kollagen insanın orqanizmin özünün bərpa etdiyi kollagendir. Məsələn, biz əgər vitamin C gün ərzində içsək, burada da var, əslində bunun tərkibində də var, hamısı burada var. Vitamin C gün ərzində içsək, dəmirin, məsələn, orqanizmdə dəmir burada olmalıdır, səhv eləmirəmsə. Yox, budur da dəmir, aha. Dəmir, vitamin C, biz gündə qəbul etsək bunları. Kollagen zaten və eyni zamanda idmanla məşğul olsa,
sümüklərə güc tətbiq edəcək texnikalardan istifadə etsək, üz sümüklərinə, bədən sümüklərinə güc tətbiq edəcək idman texnikalarına, üz idmanı və bədən idmanı üçün texnikalardan istifadə etsək və bunları da içsək, baxın bu vitamin C-dir, dəmirdir, D3, K2, bunları da qəbul eləsək, zaten bədən özü-özünə kollagen bərpa edəcək. Yəni özü, ya hətta bizim bəzi gimnastik çalışmalar var ki, onlar da kollagen bərpa, amma ən yaxşısı təbii ki, kollagenin özü. Kollagenin özü və burada da həmin o vitaminlərin hamısı var. Yəni mən dediyim o selenium da var, vitamin C kollagenin bərpası üçün hamısı burada var. Bu ümumiyyətlə möhtəşəm bir vitamin deposudur bu. Yəni bu çox vacibdir. Bütün qadınların orqanizminin sağlamlığına bu çox vacibdir. Həqiqətən də bu doğrudan da ən vacib olan bir məlumatdır ki, yəni biz bunu sadəcə olaraq ona görə demirik ki, hə bu belə bir vitamin yox. Əslində bizim orqanizmimiz yaşa dolduqca müəyyən hormonların bərpası azalır. Müəyyən mikroelementlər, vitaminlər bizim orqanizm artıq gücü çatmır. Ona görə də bunlar bizdə həmişə olub. Gənc vaxtımızda üzümüz daha parlaq olur, daha yəni belə necə deyim, təravətli olur. Amma bir dəqiqə indi bunu bitirəcəm. İnşallah suallarınız üçün vaxt saxlamışam. Amma zaman keçdikcə biz onları itirəndən sonra rəngimiz boğulur. Dəmir azlığından birinci növbədə mənə soruşsalar ki, qadın sağlamlığının və gəncliyinin əsas elementi nədir? Mən deyəcəm dəmir. Çünki əgər sizin orqanizminizdə dəmir azlığı varsa, o zaman kollagen olsa da bədəninizdə məhv olmuş vəziyyətdə olacaq. Nə qədər kollagen içirsiniz için, məhv olmuş vəziyyətdə o dəmir mütləq vacibdir. Bu bəli, mütləq vacibdir. Ona görə də bunlar hamısı təbii ki, biz periodik olaraq yavaş-yavaş bunları biz öz orqanizmimizdə bərpa etməliyik. Bir dənə də mühüm məqam var son olaraq, onu da qeyd edim. Təbii ki, yenə də deyirəm, vitamin, mineral, idman, üz idmanı, bunlar biz kompleks şəkildə olsa üzümüz daha gənc, daha sağlam qalacaq. Həqiqətən də dünyada yəqin görürsünüz də idmançı xanımlar var 70-80 yaşında. Baxırsan ki 25-30 yaşında görünür. Bilmirəm sosial şəbəkələrdə görürsünüz yoxsa yox. Onlar günlük bu vitaminləri qəbul edirlər, günlük idmanla məşğul olurlar və üz idmanla məşğul olurlar və yaşından bir 10 yaş gənc görünürlər. Həm də sağlam olurlar. Amma əsas vacib olan nədir? Əsas vacib bir məqam. Bunları qəbul etməzdən öncə hamımız mütləq həkim məsləhəti olmalıdır. Məsələn, dəmir çatışmazlığı var bizim orqanizmimizdə. Onu gedirik bir terapevtə, terapevt onun səbəbini araşdırır. Səbəb nədir? Səbəbə təsir edirik, sonra başlayırıq bunları içməyə. Və icazə varmı? Məsələn, bunu mükəmməl, möhtəşəm, seyirli bir vitamin deposudur bu. Amma bunu biz hamımız içə bilərikmi? O artıq sual altındadır. Mütləq individualdır. Hər birimizin orqanizmi individualdır. Ona görə də həkim məsləhəti mütləq olmalıdır.